Musiqi nəzəriyyəsi fənnindən dərs izahlarımıza davam edirik. Ümumi mövzumuzun adı Azərbaycan adlarıdır. Dərsimiz isə olacaq Azərbaycan adlarından olan çağırgahlardır. Çağırgah adını hərf-hərf izaha verəcəm sizə. Çox maraqlı dərsdir, çox belə ciddi dərsdir ki, siz ona fikir verməlisiniz. Gəlin çağırgah adından danışaq görək. Bu ad hardan gəlib bizə? Fars mənşəli bir söz olmuşdu. Çahar və gah sözlərinin birləşməsindən yaranmışdır. Mən sizə əvvəllərdən də demişəm ki, segahı da keçəndə dedim ki, segahda da gah hissəsi var. O gah mövqe, yer, zaman, pərdə deməkdir. Yəni ki, aid olduğu yer. Məsələn, mən bu əşyanı bura qoymuşamsa, bunun yeri buradır. Gah o mənanı verir. Çahar isə 4 deməkdir. Yəni ki, Azərbaycan adlarında 4-cü pərdə, ümumiyyətlə musiqidə 4-cü mövqe mənasını verir ki, Azərbaycan adlarının arasında 4-cü bunu keçirirlər. Mən şu işləri keçdim, amma fərqi yoxdur. Mən sizin üçün asan da olsun deyə özüm qurmuşam. Hə. Keçən indi bir danışaq da. Deməli Üzeyir Hacıbəyliyə toxunuruq da biz bu ladları keçəndə. Deməli dahi bəstəkarımız Üzeyir Hacıbəyli Azərbaycan xalq musiqisinin əsasları deməli adlı elmi əsəri vardı. O fundamental bir əsərdir. Elə bil ki, hər bir muğam məqamının dinləyicidə hansı hisslər oyatdığını o qeyd etmişdi. Yəni onun təsnifatına görə çağırgahla da dinləyicidə belə çağırgahı deyəndə də hiss olunur ki, qüvvətlidir, mübarizə, vuruşma, atışma, qəhrəmanlıq, ehtiras, coşqunluq, belə əhval-ruhiyyə də başa düşdünüz nə mənada? Yəni ki, mərdlik, güclük, başa düşdünüz, mübarizə. Hə, və döyüş mənasında, atışma mənasında. Deməli, lirik kədərli xarakter yoxdur burada. Heç vaxt deyə bilmərsiniz ki, çağırgah adında kədər hissi var, lirika var, yoxdur. O üsyankarlıq var, dözümlülük var. Amma ki, bu dözümlülük qələbə əzmin üçün vuruzə edir. Kədəri yox, məğlubiyyəti yox, qalibiyyəti. Daxildə bir sanki bir vulkan var. İzləyicini belə hərəkətə, mübarizəyə çağırır, səsləyir. Bu mənada. Gəlin indi mən sizə danışım nədən? Çağırgah adının artıq səs sırasından danışmağın vaxtıdır məncə. Çağırgah adı yarım ton, 1 ton yarım ton quruluşlu 3 tetraxordun birləşməsindən əmələ gəlir. Burada dayanırıq. Fikir verdinizsə mən hamısını keçəndə deyirdim ki, hə bu qovuşuqdur, bu ayrı üsulla birləşir, bu formada. Burada demədim 3 tetraxord nə ilə birləşir? Çünki bu ladlar deməli yarım 1,5 ton və yarım ton. Bax, burada bir şey var da indi. Siz fikir verirsinizmi buna? Bu birinci və ikinci tetraxord qovuşuq üsulla birləşir. İkinci və üçüncü tetraxord ayrı üsulla birləşir. Görürsünüz dostlar? Yəni ki, fərq var burada. Bu ayrı üsulla birləşir. Birinci ilə ikinci tetraxord qovuşuq, ikinci ilə üçüncü tetraxord ayrı üsulla. 11 pillədən ibarətdir və mayəsi, yəni onun tonikası 4-cü pilləyə təsadüf edir. Azərbaycan xalq musiqisində çağırgah məqamının səs sırasını, yəni lad quruluşu, deməli dediyim kimi sizə özünə məxsus bir tetraxord quruluşu vardır. Yəni heç yerdə belə bir şey yoxdur, amma çağırgah ladında vardır. Bu ladda daxili intonasiya strukturu digər muğamlardan kəskin dərəcədə fərqlənir. Çünki burada artırılmış bir saniyə var. Yəni harda görmüşdünüz bu günə qədər 1,5 ton ladlardan danışıram. Burada gördük. Bu interval mövcuddur, artırılmış. Və çağırgah ladının əsasını çağırgahın tetraxordu. Yəni ki, yarım ton artırılmış, yəni 1 ton yarım, bir də yarım ton. Bayaq da dedim bunu sizə. Hələ ki 2də 1, 1,2də 1 və 2də 1 də. Ekranda şəkillər olacaq, görəcəksiniz rahat. Çağırgah məqamı adətən 2 eyni quruluşlu tetraxordun yanaşı üsulla birləşməsində yaranır. Yanaşı üsul dedim ki, birinci tetraxordla ikinci tetraxord qovuşuqla, ikinci ilə üçüncü tetraxord isə ayrı ilə, üsulla birləşir. Yəni, mən sizə belə izah verdim. Gəlin indi burada saxlayaq tetraxordları. Çünki tetraxordları mən indi sizə pianoya keçəcəyik birazdan. Orada necə qurmaq lazımdır, mayəni necə tapacağıq, onları izah eləyəcəm. İndi mən sizə deyim,
muğam şöbələrindən və sənətdə yerindən. Çağırgahın dəstgahı çox zəngindir ha. Onun çox şöbələri vardır onun. Hələ ki, xüsusilə Mənsuriyə vardır ki, indi siz bilmirsiniz də. Baxın, deməli Hisar Mənsuriyə idi. Bəstənigar, bir də müxalif kimi parlaq şöbələr vardır. Bu deməli xüsusilə Mənsuriyədə ən necə deyim mən sizə bunu zirvədir də, elə bil ki kulminasiya nöqtəsidir ki, xanəndədən çox yüksək səs diapazonu tələb edir, gərgin nəfəs tələb edir, yəni diqqət tələb edir, əzmkarlıq tələb edir. Azərbaycan bəstəkarlıq məktəbində Üzeyir Hacıbəyli də şeydə Koroğlu operasının ümumi ruhunu, Koroğlunun ariyasını mən sizlərə çağırgah adı üzərində qurmuşlar. Fikrət Əmirov da təbii ki, o dünyada məşhur olan Gülüstan Bayatı Şiraz simfonik muğamı ilə deməli çağırgah da simfonik, yəni versiyasını işləmişdir də. Həm onu işləmişdir, həm çağırgahın da simfonik versiyasını işləmişdir. Yəni bu qədər. Çağırgahı necə hesablamaq lazımdır? Yəni bu tetraxordları pianoda necə göstərəcəyik? Onu gəlin indi sizə başa salım pianoda. Keçək pianoya. Bəli, indi çağırgah adını sizə göstərim. Dedim ki, asan üsulla göstərəcəm. Öncə biz nə edirik? Birinci, ikinci, üçüncü tetraxordlar necə çalınır? Mən dedim ki sizə yarım ton, bir ton yarım, yarım ton məsafəsində yüklənən tetraxord. Bu belə olacaq. Yarım tonu, bir ton yarım, yarım ton. Bu bitdi. Sonra yarım ton, bir ton yarım, yarım ton. Bu bitdi. Bu bitəndə bir dənə bir ton məsafəsi çalırsınız. Nə 2-yə aid olur, nə 3-ə. Sonra keçirsiniz 3-ü, yarım ton, bir ton yarım, yarım ton çalırsınız. Mən sizə bunu sol notundan göstərəcəm. Soldan deməli yarım ton, bir ton yarım, yarım ton. Yarım ton, bir ton yarım, yarım ton. Bu bitdi birinci tetraxord. Keçirik indi ikinci tetraxordu göstərməyə. Yarım ton, bir ton yarım, bir ton yarım və yarım ton. İndi burada qaldıq. Bu fa notudur. Fa'dan üçüncü tetraxorda keçməzdən öncə mən bir ton məsafəsi çalacağım. Çünki bu ayrı üsulla birləşir. Bir ton. Getdi bu. Sonra buradan başlayıram. Soldan başlayıram üçüncü tetraxorda. Yarım ton, bir ton yarım, yarım ton. Burada bitdi. Do'da bitdi. Deməli, solda başladı, do'da bitdi. İndi gəlin bunun mayəsini tapaq. Mayə 4-cü pillədədir. 1, 2, 3, 4. Mayəsi 4-cü pillə olduğuna görə do notuna düşür. Yəni do mayəli çağırgah adı idi bu da. Hələlik dərsimiz bu qədər. Sağ olun, gələn dərslərdə görüşənə qədər.